Prezident İlham Əliyev sentyabrın 27-sində anım günündə Gəncə Memorial kompleksinin açılışında iştirak etdi. Dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu. Azərbaycan prezidenti anım günü ilə əlaqədar Gəncə Memorial kompleksində saat 12-də Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bu ilin martında 1-ci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub. Avqust ayında isə Prezident İlham Əliyev və 1-ci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər. Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-sində Ermənistan silahlı qüvvələrinin Toçka-U, Smerç, Skad və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb. Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Aypara formalı 2 mərtəbəli binanın ümumi sahəsi 2400 kvadrat metrdir. 1-ci mərtəbədə muzey ekspozisiyası, 2-ci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir. Muzeydə 20-ci əsrin əvvəli deportasiya və məcburi köçkünlük, soyqırımı və kütləvi qırğınlar, atəşkəs və vətən müharibəsi dövrü, itkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru və işıqlı gələcəyə doğru mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir. Ekspozisiya ziyarətçilərə əvvəlcə
20-ci əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür. Növbəti bölmələrdə 1987-1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə, atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonraki mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub. Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz, krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Sonra Prezident İlham Əliyev Gəncə Memorial kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü. Nilay da Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində valideynlərini itirən yüzlərlə azərbaycanlı uşaqdan biridir. İnsanlığa sığmayan hərbi təcavüz nəticəsində Nilay kimi çox sayda balacanın uşaqlığı əlindən alındı. Nilay hər iki valideynini itirib. Onun ağrı acısı sözlə ifadə olunmayacaq dərəcədədir. Lakin bununla belə Azərbaycan dövləti valideynlərini itirən bütün uşaqlar kimi onun da qayğısına ən yüksək səviyyədə qalır. 2020-ci ildə Vətən müharibəsi zamanı günahsız mülki şəxslərlə yanaşı məsum azyaşlıların da Ermənistan tərəfindən amansızcasına qətlə yetirilməsi bütün bəşəriyyətə qarşı olan cinayətidir. Bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevra konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub qisasını döyüş meydanında alıb. Gəncə Memorial kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.
Allah şəhidlərimizə rəhmət eləsin.